Hörmətli müştərilər, sizi Arçı mağazasından salamlayıram. Bugünkü video rolikdə sizinlə Serçevina haqqında fikir mübadiləsi aparmaq istəyirəm. Birinci növbədə özümüz üçün təyin eləməliyik ki, Serçevina qapının, Serçevina deyəndə Serçevina özü rus sözüdür. Bizim uzun müddət ustalarımız və özümüz Azərbaycan dilində bunu istifadə eləmədiyimizə görə demək olar ki, yadımızdan çıxıb. Serçevina yəni ürək, yəni qapı kilidinin ürəyi, ürəkcik belə demək olar. Ancaq Türk dilində buna göbək də deyirlər. Kilidin göbəyi və yaxud barel. İndi bilmirəm bunların hansı düzgündür, özünüz qərar verə bilərsiniz. Hələ ki, qapı kilidinin ürəkciyi haqqında fikir mübadiləsi aparmaq istəyirəm sizlə. Bu göbək də qapı kilidinin göbəyi qapı aksesuarlarının ən vacib elementlərindən biridir. Biz ara qapıda, otaq qapılarında bundan istifadə eləyəndə çox da mühüm deyil ki, bu çox keyfiyyəti yüksək olsun və yaxud da qiyməti yuxarı olsun. Çünki ara qapı bizim evimizdə öz uşaqlarımızdan ötəridir ki, yəni uşaq gedib kompüteri qurtalamasın, lazım olmayan bir vəsaitə əl vurmasın. Ancaq qaldı ki, giriş qapısında çox mühüm rol oynayır. Bizim bütün əmlakımız bunun üstündə olur. Vacibdir ki, bunun alanda biraz diqqətli olasınız. Bunların belə deyək, sekretləri, yəni daha açmaq üçün mürəkkəb olsun. Yəni pinkləri çox olsun. Bunların qiymətləri, bunların pinkləri ilə ölçülür. Bir dənə bura diqqət eləsiniz. Sadə açarlarda burada pinklərin sayı çox az olur. Adi sadə qapılarda. Ancaq giriş qapılarında məcburdur ki, vacibdir ki, siz diqqət eləyəsiniz. Yaxından götür bunu görsünlər müştərilər. Elə bir kilit seçəsiniz ki, hər yoldan keçən onu aça bilməsin. Burada baxın, iki cərgə pinklər daha məsləhətlidir, daha hər bir insan ona yoldan keçən müdaxilə eləyib aça bilmir. Ümumiyyətlə, giriş qapıları üçün Serçevina, yəni bu göbək qapı kilidinin göbəyi çox mühüm bir elementlərdən biridir. Məsləhətdir ki, bir qapıya iki dənə qoyasınız, biri aşağı, biri yuxarıda qoyanda eyni olmasın. Bunlar belə bir xüsusiyyətdən malikdir. Biz hər dəfə onu bilməyərəkdən, səhvən bir-birinin yerinə yoxlayanda onlar tez sıradan çıxırlar. Göbək giriş qapılarında